We are the champions. Thank you, merci. Dəhşətli bir şeydir. Bak gitti. Amma taxtı durdu orada. Ötən mövsüm Azad Azərbaycan Teleradio yayım kampaniyası Azərbaycan teleməkanında ilk dəfə olaraq dünyaca məşhur Ford Boyard yarışmasının yayım hüquqlarını əldə edib, yerli məşhurları bir araya topladı və reytingləri darmadağın edib, Ford Boyard bir yarışması ilə tamaşaçıları ekranlara kilidlədi. Bence bugün biz hamımız galip geldik. Radyatörler Ford Boyard'ın galibidir. Azerbaycan var mı? İlklərə imza atan ən baxımlı kanal bununla kifayətlənmədi və tələbatlı yarışmanın ikinci mövsümünə start verdi. Ford Boyard 2 yarışmasının çəkilişləri üçün ATV kanalının yaradıcı heyəti və 24 məşhur sima Fransaya yol alırlar. Başlarına gələcəklərdən hələ də xəbərsiz olan bizim ulduzları nələr gözləyir, nələr. Oradan qorxdum çünki çələndi. Hiç neden, hiç kimden korkmuyorum. Mən nədən qorxuram? Açın radyo. Ayağımı hiss edemiyorum. O kadar iğrenirim ki. Xahiş edirəm, qurban olsun. Çok ağırdır. Yəni bağışla. Bağışlasın komanda dostlar. Sözler güzel var. Şounun bu dəfəki qəhrəmanlarını siz də tanıyın. Samir Cavadzadə, müğənni. Saçma bakın körran. Afaq Gəncəli, teleaparıcı. Ama lezzetler. Zamiq Hüseynov, müğənni. Çox yaxşıdır, hər şey əladır. Günay İbrahimli, müğənni. Kulağım. Rüfət Ağayev, teleradio aparıcısı. Bircə açar fərqimiz oldu. Kəmalə Piriyeva, teleaparıcı. Havalı kızlar grupbası göylerde. Xəyyam Nisanov, müğənni. Olduqca maraqlı bir oyun getdi. Nərgiz Məmmədova, teleaparıcı. Bu qorxumuzu fəth eləyək. Əslində hündürlükdən çox qorxuram. Elton Hüseynəliyev, müğənni. Ürəkləndim və atlandım. Bacardım. Fuad Əlişov, rejissor. Yəqin ki, həyatda belə emosiyalar keçirməyəcəkdik. Rəqsanə İsmailova, müğənni. Bunlar hər birimizə hələ finalda biz görüşəcəyik. Elşən Orucov, aktyor. Thank you very much. Vəfa Zeynalova, aktrisa. Elvira İsmailova, teleradio aparıcısı. Her şey yaxşıydı siz görürsünüz. Ben ekstremi severim. Fərda Xudaverdiyev, aktyor. Nəinki burada, Fransada iz qoydu. Gönül Nağıyeva, Nərgiz Nəşriyyat evinin direktoru və aktrisa. Dükkanlarla elim kol baya saldır. Bakın üzüm səfdir. İslam Mehrəliyev, aktyor, aparıcı. Ben onlara sübut elədim ki, ben onu bacarıram. Elədim. Kamilə Babayeva, teleaparıcı. Hamını ve herkesi məğlub etməyi bacaracağım. Ramil Babayev, aktyor. Canım ay qırışa, çək. Elnur Məmmədov, müğənni. Səsinə bax.
Nadir Qafarzadə, müğənni. Bacarardım. Hələ gücüm var idi. Günay İsmailova, teleaparıcı. Kim qalib gəldisə fərq etməz bizim üçün. Malik Kələntərli, rapçi. Yəqin ki, məni okeana atacaqlar. Ramin İbrahimov, teleaparıcı. Şükürlər olsun ki, bacardım. Saatlı uçuşdan sonra bizim ulduzlar dünyanın en romantik şehri olan artık Paris'tediler. Donnez-moi une suite au Ritz, je n'en veux pas. Des bijoux de chez Chanel, je n'en veux pas. Donnez-moi une limousine, j'en ferai quoi? Offrez-moi du personnel, j'en ferai quoi? Un manoir à Neuchâtel, ce n'est pas pour moi. Offrez-moi la tour Eiffel, j'en ferai quoi? Dünyanın en məşhur adrenalin dolu Ford Boyard yarışması bizim yerli məşhurlara hələ ki asan görünür. Onlar hələ də anlamırlar ki, Ford Boyard nə show proqramdır, nə də ki yeni klip çəkilişidir. Ford Boyard güclülərin yarışı, iradəlilərin qalibiyyəti deməkdir. Yarışa başlamaq üçün bu ulduzlar Parisdən uzun yol qət edib Atlantik Okyanın sahillərində yerləşən La Rochelle şəhərinə gedirlər. Avtobusda yol boyu reality şounun pozitiv iştirakçısı İslam oxuduğu bu mahnı ilə hər kəsin musiqi zövqünü tamamilə dəyişir. Getdiyimiz bir yerdə. Uzağa getmə məndən, xoşum gəlir səndən. Bugün yoxdur ləndən. Uzağa getmə məndən, xoşum gəlir səndən. Uzağa getmə də qardaşım. Hələ ki bir-birinə can deyib can eşidən ulduzları La Rochelle'də amansız və çətin sınaqlar gözləyir. Ford Boyard! Əla! Hər şey əladır. Bu gün ya qalibik, ya da qalib deyilik. Görək də okeanda akula olacaq, nə olacaq bilmirəm. Çox çətin yarışdı, çox çətin. Gangnam Style! Arxaya çönmə. Bu oyunu biz aparacağıq. Bir dənə qalıb dağa daşa çıxmağımı. Görmürsünüz heç bir kod altlarından. Ən bahalı yay geyimlərini yığıb Fransaya gələn məşhur simalar sən demə hava proqnozundan qətiyyən xəbərsizdilərmiş. Havanın sərt soyuğu ulduzları bir sıraya düzüb idman eləməyə məcbur elədi. 3, 4. Qaçır. Bu məşhurları siz hələ belə vəziyyətdə görməmisiniz. 1, 2, 3, 4. Qızların idman müəllimi də kim olsa yaxşıdır. Əlbəttə ki, Bozbaş Pictures'in şöşüsü Ramil Babayev. Getdik, əllər belə. 1, 2, 3, 4.
Gözünüz aydın, işkəncəniz bitdi. Çünki Ibis Otel sizi qarşılamağa hazırdır. Bravo. Allah olsun abi. Ford Bayard 2 il müdürüyü Fərid bəy deyəsən Fransaya bir dəfəlik köçüb. Mən heç vaxt işdən qorxmamışam. Biri mənimkidir çimadan, bax bu. Öbürsü də komandanın paltarları daşıyıram, bax belə. Otelin birinci mərtəbəsində iştirakçıları fransızlar yox, elə bizimkilər qarşılayır. Ford Bayardın pozitiv efir redaktoru Hüsniyə Məhərrəmova və kreativ prodüseri Ranar Musayev. Hələ ki otaqlarına yerləşməyən məşhurlar otelin foyesində 1000 oyundan çıxırlar. Fərid bəyin şəxsi fotoqrafı Nadir Qafarzadə yarım saatdır ki, bir dəfə də olsa düzgün rakurs tuta bilmir. Həm intervyu verirəm, müsahibə verirəm, həm də pasiyor istəyirəm, görmüsünüz? Gecə dəlisi Günay İbrahimlini isə bu vəziyyətdə siz yalnız Fransada görə bilərsiniz. Dəlisiyəm gecənim, sakiniyəm mən artıq. Teleradio aparıcımız Elvira İsmailova Fransada olduğunu hər kəsə bəyan etmək üçün şəkillərini paylaşmaqdadır. Rüfət Ağayevin bu aqibəti heç də ürək açan deyil. Ay Rüfət, heç belə də yarışa gələrlər. Fil qulağında yatan Rüfətdən fərqli olaraq, Elnur və Samir artıq özlərini Ford Bayardın içində amansız yarışda hiss edirlər. Bir dəqiqə, siz hələ Zaurla Vəfanın bu romantik anlarına baxın. Bu səmimiyyət Günayın gözlərindən iraq. Deyəsən qırmızı papaq Afaq və Nərgiz bacıları Ford Bayardın oğlan iştirakçılarını başlarına toplayıb artıq qruplaşma yaradırlar. Ford Bayard Məşəldə. Amma bax bu kadrların Ford Bayarda heç bir aidiyyatı yoxdur. Oteldə isə çox maraqlı söhbətlər gedir. Biz hazırda Parisdən 8 saatlıq yol gəlmişik bura. 9 bəlkə. Bəlkə də 9 saatlıq və Parisin belə deyərik də, yəni Fransanın kəndindəyik, belə deyək. Gecə yatmamışıq. Amma gecə yatmasaq da bu maraqlı bir yorğunluqdur da. Bir xorultular var idi. Gecə səhərə qədər Samir yatmayıb, bir də Ramin Babayev. Sabahdan gərgin iş rejimi başlayır. Ford Bayarda gedəcək, okeana gedəcək. Kim üzə bilir, kim üzə bilmir. Kim üzə bilmir, kim üzə bilmir üzəcək. Üzə bilir, üzəcək. Sonra saçını xahiş edirəm. Çəkin, bax, görürsünüz necə dayanır.
Zaur 3 gündür yatmır. Zaur 3 günə hələ belə qala bilmizə böyük şeydir. Zaurun prическasının adı unison getirəm. Gilə soğurlarını sıxarır. Xahiş edirəm, başımı beləcə maliki çəkin. Artıq 4-cü qrupdur ki, səhər yeməyi. Maliki çəkin, xaşım 4-cü. Bəli. Hamı belə təşviş içərisindədir ki, görəsən Elnur necə bu yarışmada iştirak eləyəcək? Görmüsünüz, hazırlıqlar gedir. Qalib mən gələcəm. Prosta ilanlardan başqa. Səni də ora salacaq. Şounun aparıcılarından biri olan Zaur Bəxşəliyevdən bir etiraf gəlir. Mən həqiqətən heç vaxt oyuncu kimi ola bilməzdim bu yarışmada. Niyə? Olmazdım. Niyə? Amma mən arzulamışam. Niyəsini deyim də. Çünki mən biraz məğlubiyyəti sevməyən adamam. Bizim müdrik Fərid bəy də naməlum abunəçiyə yazdığı mesajda iclasda olduğunu təsdiq edir və daha nələr yazdığını isə biz sizə göstərə bilməyəcəyik. Məşhurların quzu kimi sakit baxışlarına siz aldanmayın. İçlərindəki döyüşçünü onlar yarışmanın ilk günündən hər kəsə göstərəcəklər. Vaxt gəlib çatdı artıq bölünmüş komandaların ad fikirləşməyinə. Elə ən duzlu məzəli məqamlar da bu zaman baş verdi. Ne? Drakon İngilizcə davay. Drakonlar qrupu. Üç bir qoz. Və tanış olun, Ford Boyard 2 adı uğrunda yarışacaq komandalar. Gangnam Style, Amfibiya, Odlar Yurdu, Fəlakət, Merci Baku, Salut, Biz hazırda Fransanın neydi? Ay Günay. Bura La Rochelle'dir. qalmaqallı, səs-küylü şou əhli Fransaya gəlib Atlantik okeanı da qurudublar. Atlantik okeanının suları, gördüyünüz qayıqları suyun içində saxlamışdı. Biz gələndə səhər saatlarında bura gəldik. Amma indi çıxanda gördüyümüz bir mənzərə bizi olduqca təəccübləndirdi. Çünki okeanın suları çəkilib və hazırda qayıq burunun üzərindədir. Cəmi bir gün istirahət vaxtları olan Ford Boyardçılar fürsətdən səmərəli istifadə etmək üçün yol alırlar La Rochelle'in gəzməli görməli yerlərinə. Hal-hazırda Fransanın La Rochelle qəsəbəsində insanlar Rəqsanənin konsertinə axışıblar. Rəqsanə pulsuz Fransada konsert verir. Buyurun baxın. Rəqsanə? Yes, Rəqsanə. Bax görürsünüz, hamı Rəqsanənin konsertinə yığışıb burada. Rəqsanə! Gözəl. Onlara bələdçilik kim etsə yaxşıdır. Əlbəttə ki, əlindən xəritəsini bir dəqiqə belə qoymayan Xəyyam Nissanov. Bu günləri bu gedişimlə rəhbəri məni seçdilər. Mən də ki, o gördüyünüz xərclə hamısını, necə deyirlər, idarə eləyəcəm.
Bayardçılar sanki La Rochelə yarışa yox, şəkil çəkdirməyə gəliblər. Azərbaycana salamlar. Rəqsanəni isə küçədə şaftalı yeyərkən Bakıda yox, yalnız La Rocheldə görə bilərsiniz. Afaq deyəsən, sən də onlar üçün sujet çəkirdin. Həraş, axı ulduzlar harda? Biz onlar da oradayıq. Onlar, biz onlardayıq, onlar da bizimlədir. Hələ Fransada müğənni Eltona elə təb gəlmişdi ki, müğənniliyini kənara qoyub başlamışdı meyxana deməyə. Biz qonaq gəlmişik Rəşəl adlı kəndinə biz. Sən də qoşul mənə bir çöm bax bir də insan adı. Sən Bu balaca fransız balaları hələ belə turistlər görməmişdilər. Gördünüz ki, necə keçir? Əl vurmayın. Bit afraid. La Rocheldə siz xəyyamın hələ zərb alətində performansına bir baxın. Gəzintilərini başa vurub, əməlli başlı yorulan bizimkilər dayanacaqda avtobus gözləmək qərarına gəldilər. Əslində doğrudan yorulmuşuq, amma ki ayrı ləzzəti var. Dəyər, Fransaya dəyər. Əlbəttə. Biz nə gözləyirik? Avtobus görürük. Necədir vəziyyət? Vəziyyət əla. Baxmayaraq ki, Fransada bütün bu dayanacaqları bir-bir saymışıq. Hərəsində bir 40 dəqiqə oturmuşuq. Amma gözəldir, çünki sabah artıq oyuna start veririk. Hazırıq. Papaqlarımız xoşuma gəlir. Qəşəngdir. Kim seçdi papaqları bu? Papaqı. Zami. Ben özüm seçmişəm. Yazsın, özüm seçmişəm. Nə yazdınız ki? Özel olarak. Sami seçdi. İndi bəyənsəz də bəyənməsəz də. Papaqlarımız zövqü Zamiqə aiddir. Hamısı çimərliyə fikri ilə gəlmiş. Gün çıxmaya. Bizim komandamızın, elə Bakıdan gələndə komandamızın cidi, belə deyək, Xəyyam İsanovdur. Sağ olsun, o olmasaydı. Xəritəyə kimi düzdür, söz vermişdi 5 dəqiqəyə. Avtobus gələcək, düz 1 saatdır buradayıq. O qədər yaxşıdır hava, sakitlikdir, təmizlikdir. Uzanmışam, məni tanıyan da yoxdur burada. Amma heç də burada uzanmaq burada qəbahət deyil. İstirahət mənə gəlib pis də baxmırlar. Normal bir haldır. Çox yorulmuşam. Allah haqqı 2 gün, 3 gün yatmıram. Siz Ford Bayardın bu dəfəki qəhrəmanlarının avtobusdakı səs-küylərinə bir baxın. Onlar deyəsən özlərini hələ də Bakıda hiss eləyirlər. Oteldə İslamla Elnur mətanətin başına oyun açırlar. Qapı dön. Nə var canına? Dedim ki, sən anam havamdadır. Eşidirəm sizi. Görürsüz də. Nə görürsünüz? Kim var evdə? Evdə nə lazımdır kim var? Artıq La Rocheldə axşamdır. Yarışdan bir gün öncə layihənin prodüseri Ranar Musayev iclas keçirir. Ford Bayardın birinci günündə hansı komandanın kiminlə üz-üzə gələcəyi bəlli olur. Reality show zamanı iştirakçıların geyinəcəyi xüsusi geyimlər də artıq hazırdır. Mən kostyumlarım, mən sabah artıq oyunlarım. Ona görə bu işlərdən nə çıxacaq? Of, afaq, yenə nədən narazısan? Razmer soruq bir. Komandalar bölündü, geyimlər paylandı. Ford Bayard 2 Azərbaycan yarışmasının başlamağına çox az qaldı. Salut!
gəlirsən lan qız? Hay qara! La Rochelle'də ikinci gün. Bugün iki komanda Fort Bayardda üz-üzə gələcək. Hazırlıqlar var gücü ilə davam edir. İlk olaraq texniki heyət və şounun aparıcıları Atlantik okeana yola çıxıb Fort Bayarda gedirlər. İştirakçıların uğrunda mübarizə apardıqları açarlar yerləşdirilir. Oyunlar sınaqdan keçirilir. Fort Bayardçıların təhlükəsizliyi məqsədi ilə komanda maksimum hazırlıqlar görür. Fransızlar və Azərbaycanlılar birgə layihə eləyir. Bu layihənin adı Fort Bayard Azərbaycandır. Demək olar ki, saat 7-dən bizim bax günümüz belə başlayır. Öz axarı ilə gedir və saat axşam 9-da biz otelə qayıdırıq. Demək olar ki, bizim gündəlik iş qrafikimiz hardasa 14 saat, 15 saat təxminən, hər şey yaxşı gedəndə 12 saat keçir. Bu otaqda bizim iştirakçılar hazırlaşır. Deyim ki, bizim çox gözəl iştirakçılarımız var. Amma aralarında kaprizli insanlar var, nədənsə narazı qalan insanlar var. Fort Bayardı dəlicəsinə sevib öz həyatlarını təhlükəyə atan insanlar var. Reality şounun müdürü Fərid bəy də artıq hazırdır. O öz çətin sualları ilə bu mövsümün məşhur simalarını sınağa çəkəcək. Hamınızı salamlayıram əziz dostlar. Doğrudan da bağrıma basıram Azərbaycan xalqını, hansı ki hal-hazırda bizi seyr edir, bizə baxır. Bu günləri mən müdrik rolundayım. Əlbəttə ki, hamı məni heç bu tərzdə görməmişdi. Amma bu günləri özümü bir qoca müdrik obrazının kimi mən özümü təqdim edəcəm. Artıq ikinci mövsümdür ki, Fort Bayardda aparıcı olan Zaur və Mətanət də iş başındadılar. Salam Bakı və bütün dünya. Hər birinizi bu möhtəşəm Fort Bayarddan, Fransadan, La Rochelle'dən salamlayırım. Buyurduq ki, nə vaxtsa biz Fort Bayarda gedə bilərik, nə vaxtsa dünyasında yatsaydım yuxuma girməzdi ki, mən Fort Bayardayım. Artıq ikinci mövsümdür ki, buradayıq. Mən və Zaur, əlbəttə Zaur indi yanımda yoxdur, o Qrimdə də hazırlaşır. Amma biz Zaurla bax, təkcə biz yox, bütün dünyanın aparıcıları Fort Bayarda məhz bu hissədən, bu sahədən start verirlər. Salamlaşırıq, bütün qrupları bura dəvət edilir, yarışma iştirakçıları və yarışma iştirakçıları bura gələndə inanın ki, onların bizim kimi hamısı xəyalən arzulayırdılar ki, amma Fort Bayarddadır. Heç kim bilmir ki, onları nə gözləyir, çünki burada çox maraqlıdır, o qədər macəralar olur ki, ona görə də iştirakçılar üçün həmişə maraqlı olur ki, nə baş verəcək. Oyunun özünün marağı, ajatajı insanda bir əhval-ruhiyyə yaradır və xüsusilə bu otaq, bu yer, qızılların olduğu yer çox maraqlı bir yerdir. Hansı ki, bu yerdə uşaqlar gəlirlər, həyəcanla açarları tapırlar və ən nəhayət burada, bax burada artıq onlara heç kim kömək elə bilmir və komanda şəklində qızılları topluyorlar və ən maraqlı məqamlardan biridir. Mən düşünürəm ki, layihə özü özlüyündə dünya çaplı, maraqlı və çox səviyyəli bir layihədir və düşünürəm ki, insanlarda da çox böyük bir maraq yaradacaq. Fort Bayard həqiqətən də həyəcan məkanıdır, gəlməyə dəyər.
ən son avadanlıqlar, yüksək səviyyədə çəkiliş. Bütün bunlar Fransa və Azərbaycan yaradıcı heyətinin bir arada gerçəkləşdirdiyi Fort Boyard yarışması üçün nəzərdə tutulub. Azərbaycan tamaşaçısına möhtəşəm yarışma və unudulmaz anlar yaşadan Fort Boyardda sınaq çəkilişləri davam edir. Hal-hazırda texniki heyətin həyata keçirdiyi bu çətin oyunları birazdan bizim məşhur simalar canlandıracaqlar. Beləliklə, 6 komanda 24 məşhur Fort Boyard 2 uğrunda yarışa başlayırlar. Merci, merci, Mən onsuz da ölməyəcəm. Gətirəcəm açarı %100. Kimi güc yarışındadır, kimi isə söz savaşında. Ay qaqaşım biz bilmişik okqiya. Bu təmizləmək üçün sən pul vermirsən şokqiya. Ay etsən təqəmini xotdiya. Biz gedirik çağırsan eller gedərik abiya. Yolu mənə dilmər gedərik abiya. Məndə vardı meyxanada vergilər. Siz komanda döyülsüz ay körpələr. Bizdə yaranıbdı bir də mafiya. Bizdə yaranıbdı bir də mafiya. Çağırsan eller gedərik abiya. Ol mənə dilmər gedərəm. Mən sizə söz deyirəm. Ay sizin komandozun başqadaş düşdün bir ton. Sizin ötürünüz olacaq Fort Boyardda son. Çağırsan eller gedərəm abiya. Ulduzların görünməyən tərəfləri. Fort Boyard, Fort Boyard, Fort Boyard. Əziz müzik Fort Boyard. Amfibiya. Suyun içindeyim ama su içmek istiyorum. Merci, Bartu! Merci, Bartu! Yok değişim. Rəqsanə suala doğru cavab verəcək. İnanmırsan? İnanmıram. Oyun əla, çox gözəl, adrenalin yüksək səviyyədə. Zamik də məndən razılaşa. Çox yaxşıdır, hər şey əladır. Görək də Elton. Uğurlar sənə. Mən də sənə uğurlar arzu edirəm, əziz dostum. Fort Boyardın təmsilçisi Benjamin bizim iştirakçılara çətin sınaqlardan asan çıxmağın yollarını göstərir. Bizimkilər isə öz aləmindədirlər. Qorxmayın, o haqda fikirləşin, ancaq açar və tapşırır yönəlir. Don't be crazy on the challenge. Özünüzü qorxudub dədə eləməyin. And you have to respect the challenge. That means that when you start a challenge, you go to the cell, you will see the logical way to take the key. Of course, you stay on the logical way. Don't think that... Tapşırıq məkanına gəldiniz, orada qoyulmuş məntiqi yol var. Sən hansı ilə gedib aşağı gedirsən? Vətənpərvər məşhurlar burada da özlərini göstərirlər. Azərbaycan. Azərbaycan. Yes! Vətənim sən Azərbaycanım. İştirakçıların ən qorxulu anları. Su biraz ağzıma getdi. Bəlkə eləmək olar. Belə başa düşdüm ki, təşkilatçıların məqsədi maliki suda boğulmaqdır. Çox qorxuludur. Bura çox qorxuludur əziz dostlar. Hər tərəf yalanı idi deyə tərpənmək mümkün deyildi. Çox qorxuldum. Fort Boyard. Azərbaycan teleməkanında görünməyən mübarizə. Şu adama Efidə baxan asan gəlir. Amma doğrudan çəkirdi. Hamını və hər kəsi məğlub etməyə bacaracağam. Özünü pis hiss eləyir. Mən birindən qorxuram. Uzanlar həmişə
Həmişə belə deyir. Deyəsən Vəfa və Rüfətin ürəyi yaman doludur. Özümüzü sındırmayaq da Rüfət. Qorxulu, iyrənc oyunlarla yəqin ki, heç olmasa onlar yadda qalacaq. Qalibiyyət. Ən dəhşətli, ən pis oyunları bizə verirlər, biz yazıq. Azərbaycan əsəlama. Bizim oğlanlara halal olsun. Yəni siz zəifləri bir çıxardınız, güclülər qalsın. Onlar aqressivdir, biz aqressiya göstərmədik. Mən aqressiya yox, mən ucağı deyirəm. Biz burada bu günlərin öz iradəmizi göstərəcəyik. Şafaqada oturur qalan dibində. Ayağından vurulur. Aparın, bu bizə lazımdır, aparın. Allah tarafından düz, aksaqqal bilir. Məxlub oluram hələ ki. Bu onlara elə gəlir. Qızıldır mihrabı uca bayarın. Qızılsız ey bayar nədir dəyəri? Fort Bayard zirvəsində ağlayır. Düşünə bilməyəcəyik biz. Ağlıma gəlməzdi ki, mən bura gələrəm. Ələsgər, yoxdur elə bir şey. Həyat boyu özümü axtarmaqla məşğulam. Ən xoşbəxt anlarda odur ki, əlini görün kim silir. Amma kod yoxdur. Biz çox ürəyi yumşaq insanlarıq. Okyan bizim həyəcanımızı bütün unutdu. Azərbaycan. Çətin sınaqların ağla sığmaz nəticələri. Düşmənlərimin əvvəlidir. Ağrılarıma baxın, ölürəm, nəfəs ala bilmirəm, danışa bilmirəm, amma ləzzət elədir. Başım fərləməyə başladı. Qan qazda! Pomidorlar çox çəkildi. Madam Pomidor, Monsieur Luke. Mən nə oluram? Sürüşürdü adam. Stolba Kemal, hə? Ölüdülər, onlar ölüydü. Kraskadır o, hiç Hava dəysin, bu çox sıxı çalar. Biraz belki buradan isti vurur, biraz kimya çıkıyor. Yandım. Hadi. Sağ bölünü də çevirin. Adrenalin dolu anlar. Gördüğünüz gibi biz rəqib komanda olsaq da əla biz belə deyim də savaşdıq. Tez gel Erton, tez gel. Bir tərslik oldu. Suyu dağıtma, qətiyyən. Altdan tut dedirəm. İlanlar, həşəratlar, pələnglər və bizim ulduzlar. Neçə gündür ki, yalvarırıq burada rejissorlara, prodüserlara ki, bizi nə istəyirsiniz eləyin. Nə bilim sürütdüyün, atın ora bura, amma bir dənə biz sıçol görməyək. Ayda Tarakan. Rapçi Malikin başına gələnlər. Hava dəysin, bu çox sıxı çalar. Biraz belki buradan isti vurur, biraz kimya çıkıyor. Yandım. Hadi. Sağ bölünü də çevirin. Buradan sıxır onu. Mikrofonu yoktur. Kim qalib olacaq? Kim Fort Bayardı göz yaşları ilə tərk edəcək? Dəhşət qorxu. Yox, gücüm tükənir dərsində. Biz artıq travmatoloqa müraciət etməli olacaq. Ayda Tarakan kimidir də o yekəsidir. Yox. Bütün bunları hər həftə siz Fort Bayard reality şousunda izləyəcəksiniz. Odur ki, gözünüz ATV-də olsun.